Qəbula düşmə ehtimalı olan Newton qanunlarına aid belə bir sualın izahıyla tanış olaq və qeyd edeyim ki, bu yeni toplu əlavə olunmuş bir sualdır. Sual sizə cədvəl və ya şəkil formasında göründüyünə görə biraz qəliz görünə bilər, amma sual çox sadədir. Gəlib baxaq. İçərisində su olan menzurkaya kütləsi 400 qram olan bərk cisim daxil etməzdən əvvəl və sonra menzurkanın göstərişi təsvir olunmuşdur. Bizdən nəyi soruşur? Cisim sıxlıqları cədvəldə göstərilmiş hansı maddədən hazırlanmışdır? Yəni bizdən burada sadəcə olaraq burada bizim əlavə elədiyimiz cismin sıxlığını soruşur. Gəlin baxaq. Biz burada baxırıq menzurkaya. Deməli, əvvəlcə bizdə menzurkanın göstərişi 200-dür. Daha sonra isə menzurkanın göstərişi 250 olub. Biz bura cismi əlavə eləyəndən sonra deməli, bizdə menzurkanın göstərişi cismin həcmi qədər artır. Yəni cismin həcmi nə qədərdirsə, menzurkanın göstərişi o qədər artır. İndi gəlib baxaq cismin həcmi nə qədərdir. O da V cisim bərabərdir. Sonradan oldu 250, əvvəldə 200 idi. Deməli 50, bizdə də menzurkanın göstərişini kub santimetrlə veriblər. 50 kub santimetr. Bu isə biz bunu kub metrə çevirək. Çünki niyə? Bizdə burada baxırıq ki, sıxlıqları kiloqram bölünsün kub metrinə verib. Ona görə də tapdığımız kəmiyyətləri kub metrə çeviririk. Burada qalacaq 50 vurulsun 10 üstü -6 deməli kub metr. Sonra baxıram. Mənə kütləni verir 400 qram. M bərabərdir 400 qram. Mən bunu da çevirirəm kiloqrama. Eləcək 400 vurulsun. 1 kiloqramımız 1000 qram olduğuna görə 400 vurulsun. Deməli 10 üstü -3 kiloqram. İndi buradan sadəcə sıxlığı tapırsınız. Sıxlığın da düsturu kütlə bölünsün həcmdir. Kütləni tapdım ki 400 vurulsun 10 üstü -3 bölünsün. Deməli 50 vurulsun 10 üstü -6. Burada 400-dən 50 ixtisar gedir. Qalır burada 8. -6 yuxarı çıxanda mənfidirsə müsbət olur. Olur -6. 10 üstü -6. 10 üstü -6-dan da 10 üstü -3 çıxanda qalacaq 10 üstü 3. Yəni 8 vurulsun 10 üstü 3. Bu da bizə eləyəcək 8000 deməli kiloqram bölünsün metr kub. Deməli 8000 imiş. Yəni cisim polad imiş. Daha doğrusu cisim poladdan hazırlanmışdır.